Çox hörmətli dinləyicilər, bugünkü mövzu respirator alergozlar. Bu mövzu sizə təqdim eləyir. Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Ailə Təbabiyəti Kafedrasının dosenti Zeynalov Aydın. Alergozlar çox zaman əsrin xəstəlikləri, mədəniyyətinin xəstəlikləri adlandırırlar. Böyük alimlər bəzi fikirləri ilə razılaşmamaq çətindir. Onların sözündən belə çıxır ki, hazırda alergiya hər bir klinisistin dilində və fikrindədir. 21-ci əsrdə bütün infeksiyalara qalib gəlinəcək və bəşəriyyət yalnız alergiya ilə üzbəyüz qalacaq. Respirator alergozların təyini nədən ibarətdir? Respirator alergozlar tənəffüs yollarının alergoloji mənşəli xəstəliklər qrupudur. Onların əsasında orqanizmin müxtəlif qıcıqlandırıcılara qarşı heyvanların tükü, ev tozu, bitkilərinin tozluğu və s. reaksiya yer tutur. Respirator alergozlarının etiologiyası, patogenizi əsasında dərhal yavaşdırılmış tipli alergik reaksiyalar yer alır. Alergik zədələnmə tam olaraq bütün respirator traktını və onun ayrı-ayrı sahələrini əhatə edə bilər və bu da alergozun formasını müəyyən edir. Yəni ki, alergozların formaları nədən asılıdır? Ağciyər traktının hansı sahənin zədələnməsi olur, ondan asılıdır, onun kliniki formalar. Və burada respirator alergozlarının təsnifatı sizə təqdim olunur. 3 qrup ayrı edilir. Yuxarı tənəffüs yollarının alergik xəstəlikləri, bronxların alergik xəstəlikləri və ağciyər parenkimasının alergik xəstəlikləri. Tənəffüs orqanlarının alergik zədələmələri xüsusilə erkən və məktəbə qədər yaşda olan uşaqlarda daha çox rast gələ bilər. Körpələrdə qida allergiyanı əsas əhəmiyyət kəsb edir. İnək südü, yumurta, balıq, sitrus meyvələri, bəzi gilə meyvələr və meyvələr. Daha böyük uşaqlarda inqalyasiya, inqalyasiya yolları əsas yer tutur. Ev tozu, heyvanların tükü, balıqlar üçün quru yem, bitki tozluğu, toz gənələri və göbələklər. Dərman preparatları, peyvəndlər pis ekoloji mühit və ümumi işə öz təxvəsini verir. Əsas meyil yaradan amillər, təbii ki, alergik patologiyalara qarşı meyil, irsi meyil, mühüm rol aşağıdakılara məxsusdur. Süni qidalanma burada qeyd eləmək lazımdır. Tənəffüs sistemi, mərkəz sinir sisteminin zədələnməsi, sonra alergiyanın uzun müddətli, massiv və erkən təsiri, atopik diatrez. Aşağıdakılar negativ təsir göstərə bilər. Çirklənmiş atmosfer hava ekoloji vəziyyətinin pisləşməsi, konserv məhsullarının müntəzəm istifadəsi, tez-tez təkrarlanan kəskin respirator xəstəlikləri və onların səmərəsiz müalicəsi, dərinin disbiosinozu, mədə-bağırsaq traktının xroniki xəstəlikləri və bağırsağın disbiozu. Bu, sensibilizasiya yaradan allergenlər respirator alergozlarının bütün formalarda bir qayda olaraq ətraf mühitin zəif antigenlərdir. Respirator alergozlar zamanı alergiyaların orqanizmə düşməsinin əsas yolu inqalyasiyadır. Müxtəlif yaş qrupları üçün müxtəlif allergenlər səciyyəvidir. Əksər hallarda erkən yaşlı uşaqlarda respirator alergozlarının qida alergiyalarının təsiri ilə əlaqədardır. Qida allergiyanın əlaqədardır. Məktəbə qədər uşaqlarda məişət allergenləri ilə, bitki tozluğu allergenləri ilə. Ev tozu çox sayda allergenlərdən ibarətdir. Yəni ki, ev tozu, o çoxlu allergenlərdən ibarətdir. Tozun allergen xəstələri aşağıdakılara təyin olunur. Mikrosporik gənələr, kif göbələklərinin allergenləri, epidermal allergenlər, ev heyvanlarının, itlər, pişiklər, dəniz
donuzları, quşlar, tükləri, lələkləri, yunları, kəpəkləri və pi vəzilərinin ifraz etdiyi kimyəvi maddələr. Yəni ki, bu da nədir? Allergenin mənbələri. Allergenin başqa bəzi hallarda allergozlar dərman preparatlarına qarşı reaksiya nəticəsində inkişaf edir. Bura aiddir vitaminlər, sulfanilamidlər, penisilin və aspirin. Əksər respirator allergik hallarında poliallergiya müşahidə olunur. O nə deməkdir? Bir neçə allergenlər tipinə qarşı hiperhəssaslıq inkişaf edir. Bir neçə allergenlərə qarşı. Bir qayda olaraq allergik reaksiyanı yaradan antigenlər spektri yaş artıqca genişlənir. Yəni ki, yaş artıqca allergenlərin, təsir edən allergenlərin sayı çoxalır və poliallergiya müşahidə olunur. Allergik rinit. Allergik riniti allergik xəstəliklərin strukturunda əsas yer tutur. Təxminən 20% hallarda rast gəlir. Onun 20%, əhalinin 20% əziyyət çəkir. Dünyanın müxtəlif ölkələrdə onun rast gəlməyinin tezliyi 35%-ə qədər olur. 59% hallarda allergik rinitin digər allergenlər konjunktivit və atopik bronxial asma daha çox zamanlarda birləşməsi. Allergik rinitlərin bronxial alması gedişini pisləşdirir. Bunu qeyd etmək lazım. Lor orqanların digər xəstəliklərinin inkişafına səbəb olur. Məsəl üçün, orta atit və başqadır səbəb olur. 24% uşaqlarda allergik rinit orta qulağının kəskin və xroniki atitin, 20% hallarda xroniki rinosinusit inkişafının meyil yaradan amildir. Allergik rinitin mühüm problemi, əsas unutmaq olmaz, allergik rinitlərinin mühüm problemi nədən ibarətdir? Gec diaqnostika və gec patogenetik terapiyanın başlanması. Çünki bunun nəticəsində fəsadların inkişafı, proqnozun pisləşdirən həyat keyfiyyətinin pisləşməsi müşahidə oluna bilər. Allergik rinitin xroniki xəstəliyidir, onu biz unutmamalıyıq. Onun əsasında allergenlərin burun boşluğunun selektiv qişasına düşməsi ilə yaranan iltihab, immunoglobulin Y əlaqəli reaksiya yer tutur. Allergik rinitlərinin 4 əsas simptomla xarakterizə olunur. Əsasən ki, burundan ifrazət, çəkinləşmiş burun tənəffüsü, asqırma və burun boşluğunda yanma. Geri dönən xarakter daşıyır və allergiyanın ekspozisiyanın bitməsindən sonra və ya müalicənin təsiri altında geriyə inkişaf edə bilər. Yəni ki, bizim əsas məqsədimiz nədir? Allergenlərin ekspozisiyasını azaltmaq ya onu qurtarmaq və müalicəni düzgün aparmaq. Onda geriyə dönən reaksiya müşahidə oluna bilər. Allergenlərin polinozun etiologiyası, allergik rinitlərinin və polinozun etiologiyası, allergik simptomlarının yaranması səbəb olan əsas amillər havada olan allergenlərdir. Onları 3 qrupa bölmək olur. Xarici mühitin aeroallergenləri, bitkilərin tozluğu, evlərin aeroallergenləri, ev tozu, heyvanlar, böcəklərinin gənələri, kif, bəzi ev bitkiləri və 3-cü peşə allergenləri. Allergik rinitin patogenezi 2 fazadan ibarətdir. Birinci tip immunoglobulin əlaqəli allergik reaksiyanın klassik nümunəsidir. Allergik cavabının erkən fazasında spesifik immunoglobulin Y daşıyan tosqun hüceyrələr burunun selektiv qişasına keçir və ora düşən allergenləri tanıyır. Tosqun hüceyrənin allergenlərə birləşməsi dərhal onun aktivləşməsinə və degranulyasiyaya səbəb olur. Siz yaxşı bilirsiniz ki, histamin normada tosqun hüceyrələrdə saxlanılır və orada granul şəklində olur. Ancaq degranulyasiyaya baş verəndə histamin həmin hüceyrədən çıxır və öz təsirini göstərə bilər. Bu zaman hüceyrə arası maddəyə iltihab mediatorlar daxil olur
onlardan əsas yeri gistamin tutur. Sizə də məlumdur, iltihab reaksiyanın inkişafında iştirak edirlər mediatorlar və modulatorlar. Mediatorlara aiddir gistamin, serotonin. Modulatorlara kallikrein sistemi, prostaglandin sistemi və komplement sistemi. Mediatorlar da damar divarına təsir edərək, yəni ki, ora yapışır və onların keçiciliyi artırır, toxuma şişkinliyinə və rinareya, burun axmasına səbəb olur. Çünki iltihab prosesinin birinci mərhələ eksudasiyadır. Onlar həmçinin vəzilərini, sekresiyanı stimüləşdirir və aterovenoz anastomozları Drosler venaralı genişləndirir. Bu da kavernoz toxumanın qalla dolmasını, burun, balıq qulaqçılarının ölçüsünü artırır və bunun burun tənəffüsünün çətinləşməsinə səbəb olur. Gistamin selekli qişasının aferent sinir uç bucaqlarını qıcıqlandırır və bu da yanma və reflektor askırma tutmalarına səbəb olur. Erkən fazada allergik rinit simptomları allergenlə təmasdan bir neçə dəqiqə sonra yaranır. Yəni ki, təmas bir neçə dəqiqə olur və daha sonra tez yaranır həmin cavab reaksiyanı. Allergik rinit formaları, allergik rinit çox zaman 2-4 yaş uşaqlarda rast gəlinir, çox zaman digər allergozlarla birgə olur və ya onların əvvəl olur. Aşağıdakılar ayrı edirlər mövsümü allergik rinit, mar, rinosinusit, polinoz, xroniki allergik rinit, bütün il davam edən məişət allergenlərlə qarşı sensibilizasiya zamanı. İnfeksion allergik formalarda rast gələ bilər. Bu formaların hər birini üçün xəstənin aşağıdakı inkişaf mərhələləri xasdır. Paroksizmal, kataral və vazodilatator. Paroksizmal, kataral və vazodilatator. Allergik klinikası burunun qaşınma və yanma, allergik atəş fəşanlıq, askırma tutmaları, burundan sulu və köpüklü ifrazət, burun və yumuşaq damağının selki qişasının ödemi, Yevstahiyit əlamətləri, göz qapaqlarının şişkinliyi, skleranın inyeksiyası, gözdə yad cisim hissi. Mövsüm rinosinusit zamanı ümumi halsızlıq, baş ağrısı, yuxululuq, qızdırmanın qalxması, subfibril dərəcəsinə qədər yüksəlməsi mümkündür və əsəblik. Çox zaman rinosinusit bronkial asmadan əvvəl gəlir. Ona görə rinosinusitlərə, allergik rinitlərə bizim tərəfimizdən diqqət çox artıq olmalıdır. Ona görə ki, bu sonra bronkial asmaya keçə bilər. Allergik rinit diaqnostikası, təbii ki, birinci növbədə kliniki məlumatlarının düzgün toplanması, anamnestik məlumatlarının, rinoskopiyanın məlumatları, selekli qişasının vəziyyəti və orta burun balıq qulaqçılarının ödemi, ifrazətin olması, rentgenografiyanın məlumatları, üst çənə boşluqları və mastoidin, labirintin selekli qişasının qalınlaşması, yüksək immunoglobulin Y səviyyəsinin müəyyən edilməsi və dəri testinin nəticələri və s. Burada sizə təqdim olunur allergik rinitlərinin diferensial diaqnostikasının əsas məqamlar, xarakteristikalar, sonra mövsümü allergik rinit və xroniki allergik rinit. Bunların arasında necə diferensial diaqnostika aparmaq olar? Tıxanma, məsəl üçün, marda daima olur, mövsümü allergik rinitlərə, xroniki allergiklərdən hər zaman üstünlük təşkil edir. Sekresiya, askırma, iyi bilmənin pozulması, konjüktivitlər və bronkial asma və xroniki sinusit. Diferensial diaqnostikaya aid olsa, burun polipozu hansı patoloji vəziyyətləri ilə biz diferensial diaqnostikanı aparırıq. Burunun polipozu, anatomik qüsurlar, burun çəpərinin əriliyi,
burun balıq qulaqçılarının hipertrofiyası, adenoidlər, yad cisimlərinin olması və s. Sonra şişlər, granulomatoz xəstəliyi, vegenerin granulomatozu, sarkoidoz, vərəm, cüzəm və s. Kəllə beyin travmaları burada müşahidə oluna bilər, cerebrospinal rinareya, infeksiya genizli rinosinusitlər, infeksiya genizli. Diferensial diaqnostika üçün LOR həkimlərinin müayinə nəticələri həll edici əhəmiyyət kəsb edir və bunlara aid rinoskopiya, nazal endoskopiya, burun və əlavə ciblərinin rengenoloji müayinəsi. Ümumi Dünya Səhiyyə Təşkilatının ekspertlərinin tövsiyələrinə görə PSS-də edici allergik riniti ilə pasiyentlər əsaslı şəkildə bronkial asma mövcudluğuna dair müayinə olunmalıdır. Biz onu unutmamalıyıq. Çünki o rinit, allergik rinit, o qabaqlayır bəzi hallarda bronkial asmanı və bronkial asmada şübhələnməyə bizə əsas verir. Çünki sonra bronkial asma inkişaf edə bilir. Ona görə bu uşaqlar bizə daha yüksək diqqət cəlb edir. Yəni ki, anamnestik məlumatların düzgün toplanması, fizikal müayinəyə, spirografiya, burada spirografiyanın rolu çox böyükdür. Bronxolitikləri ilə, sınaq vasitəsilə bronkial obstruksiyanın qayıtmasının qiymətləndirilməsi. Bronkial asma ilə xəstələrdə hər zaman allergik rinitinin olmasını ehtimal etmək lazımdır. Bunu unutmaq olmaz ki, bronkial xəstələrdə mütləq ona da fikir vermək lazımdır. Allergik rinitinin olmağından onu araşdırmaq lazımdır. Müalicənin əsas istiqamətləri nədən ibarətdir? Etioloji əhəmiyyətli allergenin eliminat təbii ki, orada taması olan bu allergenlərlə tamas onu qurtarmaq lazımdır. Spesifik immunoterapiyanı aparmaq, farmakoterapiya və pasiyentlərin təlimi həmişə öyrətmək lazımdır xəstələrə və yazı şəklində onları təqdim eləmək. Yəni ki, bu reaksiya, allergik reaksiya baş verəndə təcili yardım məsəl ehtiyac olsa təcili xəstə özü-özünə kömək eləyə bilər. Həm də yazı şəklində olmalıdır. Eliminasiya terapiyası bu allergik rinitli inkişafına səbəb olan allergenlərin xəstənin ətrafındakı xaric edilməsi və ya qatılığının azalması. Belə terapiya kliniki simptomlarının ifadə dərəcəsini, kəskinləşmələrinin tezliyini və xəstələrinin dərman preparatlarının ehtiyacını azaldır. Allergenlərin eliminasiyası allergik iltihabın və toxuma hiperaktivliyinin ifadə dərəcəsini azalda bilər. Bu müalicə növü bütün pasiyentlərdə tətbiq olunur və əks göstəricisi yoxdur. Qeyd etmək lazımdır ki, bir qayda olaraq allergenlərin xəstənin ətrafından tam xaric edilməsinə nail olmaq mümkün olmur. Bəzi hallarda mümkün olmur. Spesifik immunoterapiya və ya hiposensibilizasiya pasiyentlərin allergenlərin təkrar təsirinə qarşı həssaslığının azalması məqsədi ilə dəstəkləyici doza əldə olunana qədər tədricən artan dozalarda xəstələrə müalicəvi allergenlərin bu allergovaksinasiya adlanır, daxil edilməsi metoddur. İlk dəfə bu üsulu polinozların müalicəsinə təklif edilib Nun və Freeman 1911-ci ildə. İmmunoterapiya danışanda bu allergik rinitləri ilə pasiyentlərdə asmanın inkişafının qarşısını alan sensibilizasiya bizə nə imkan verir? Allergik riniti ilə pasiyentlərdə olan pasiyentlərdə asmanın inkişafının qarşısını almaq o böyük şeydir. Sensibilizasiya spektrini məhdudlaşdıran, dərman vasitələrinə tələbatı azaldan və remisiya müddətini uzadan yeganə terapiya növüdür, biz onu unutmamalıyıq. Müalicə metodu həm mövsümü allergik rinitlərə, həm də xroniki allergiklərdə zamanı effektivdir. Biz onu unutmalıyıq. İki bu formada effektivdir. Amma biz nə unutmamalıyıq?
spesifik immunoterapiya yalnız ixtisaslı müəssisələrdə, allergoloji kabinetlərdə, stasionarda, həkim allergolog immunoloq tərəfində aparıla bilər. Spesifik immunoterapiya xəstənin inkişafının erkən mərhələsində təyin etmək məqsədə uyğundur. Biz onu unutmamalıyıq. Göstərişlər nədən ibarət? Etioloji əhəmiyyəti allergiyanın tam eliminasiyası mümkün olmadıqda, onda bu spesifik immunoterapiyanı aparmaq lazımdır. Hansı göstəricilər var? Allergenin xəstəliyinin etiologiyasında rolunun dəqiq təyini, kliniki məlumatları və spesifik diaqnostikanın nəticəsində məhdud sayda 3-dən çox olmayan əlaqəsiz allergenlərə qarşı həssaslıq və allergik rinitinin remisiya fazası və 5-50 yaş arasında olan xəstələri. Spesifik immunoterapiya metodikası allergik etiologiyası ilə müəyyən olunur. Xroniki allergik rinit zamanı allergenlərlə il boyu müalicə aparmaq lazımdır. Mövsümü allergik rinitli zamanı mövsümdən əvvəl və ya il boyu aparılır. Klassik yeridilmə yolu dəri altıdır. Son illərdə allergik rinit zamanı toz və gənə allergenləri ilə nazal və sublingual immunoterapiyanın sonradan allergenlərin udulması effektivliyi təsdiq olunub. Alternativ yeridilmə yolları parenteral olduğundan daha yüksək dozada allergenlərin istifadəsini nəzərdə tutur. Spesifik immunoterapiya optimal müddəti 3-5 ildir. Dərman müalicəsi nə aid olsa, allergik rinit farmakoterapiyasında 5 əsas dərman qrupları istifadə olunur. Bu qrupların hər birinin yeri patogenezin ayrı-ayrı məqamlarına və ya xəstəliyin simptomlarına təsir mexanizmi ilə olduqca aydın şəkildə müəyyən edilir. Antihistamin vasitələri, kortikosteroidlər, tosqun hücrələrinin stabilizatorları, damar daraldan preparatları, antixolinergik vasitələr və antileykotriyen preparatları, dərmanları. Rinit zamanı terapevtik imkanlar, sensibilizasiya, allergenin aradan qaldırılması, allergenlə təmas, allergenin aradan qaldırılması, erkən fazada antihistamin preparatları, glukokortikosteroidlər, tosqun hücrələrinin stabilizatorları, iltihabın geç fazasında glukokortikosteroidlər, immunoterapiya və cərrahiyyə üsulları. Farmakoterapiya prinsipləri mövsüm müalicə vasitələrinin effekti, onların qəbulu dayandıqdan sonra uzun müddət saxlanılmır. Ona görə allergik rinitlərinin persistə edici gedişi olanda müalicə uzun müddətli olmalıdır. Çünki onlardan qəbulu dayandıqdan sonra effekt itir. Müalicə vasitələri qarşı takifilaksiya adətən inkişaf eləmir. Dekongestantlar və klassik H1 blokataları istisna olmaqla. Müalicə vasitələri peros və ya intranazal təyin olunurlar. Glukokortikoidlərin əzələ daxili və ya intranazal inyeksiyalar, hidrokortizon, diprospan və s. Göz damcıları kimi istifadə etmək məsləhət deyil, çünki körlük inkişaf edə bilər. Antihistamin preparatları allergik rinit müalicəsi zamanı klassik H1 blokatorla məxsusdur, dimidrol, suprasin, tevigil və s. olan və ya əlavə təsirləri, sedativ yuxu təsiri, xolinergik aktivliyi olmayan müasir antihistamin preparatları ilə üstünlük vermək lazımdır. Terfenadin və astemizol ürək ritminin pozulmasına səbəb ola bilər. Bundan başqa bu preparat Ümumi Dünya Səyyah Təşkilatının tərəfindən kardiotoksik qəbul edilib və bu da onların xəstələrdə istifadəsini məhdudlaşdırır. Antihistamin preparatlara qayıdaraq, H1 preparatlar qaşınma, askırma, rinariya aradan qaldırılması üçün effektivdir. Son illərdə göstərilib ki, dezloratidin, Erius, burun toxanmasını azalda bilər, Erius, dezloratidin. Allergik rinitlərin bu simptomu xəstələrin həyat keyfiyyətini əhəmiyyətli dərəcədə azaldır.
nazal obstruksiyanın formalaşmasını yaradır, dərmanların burun boşluğuna daxil olmasını məhdudlaşdırır. Bundan başqa, burun tıxanması səbəbindən xəstələr ağzından tənəffüs almağa məcbur olurlar, ağzı ilə nəfəs almaq. Bu da yuxarı tənəffüs yollarını soyuq havanın, polirütantların və allergenlərin təsirini gücləndirir. Antihistamin preparatlar H1 reseptorları stimulaşdıraraq histamin allergenlərin bütün simptomların yaranmasında iştirak edir. Buna görə də antihistamin preparatlarının hər zaman allergiya əleyhinə vasitələr qismində istifadə olunur. H1 blokatorlar iki əsas qrupa bölünür. Birinci nəsil H1 blokatorlu gözə çarpan sedativ effekti olur onlarda və ikinci nəsil H1 blokatorlar qeyri-sedativ və cüzi sedativ təsir göstərir.